Deməli, ilk sualımız asan sualdır. Bucaqlarla əlaqəlidir. Bax, bu çöldəki fiqurun bucaqlarını sayıram. Bucaqdan bunu 5 bucaqlı götürür. Yox, bu 5 bucaqlı deyil, bu 5 şuşəlidir. Bax, bu 10 bucaqlıdır. Bax, xəttləri sayırsınız. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bu 10 bucaqlıdır. Gəlib nə olub? Bax, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 10 idi, gəlib olub 9. İndi. Buna baxıram. 1, 2, 3, 4, 5, 6, 7 bucaqlı idi. Gəlib olub 1, 2, 3, 4, 5, 6, 7, 8. 7 bucaqlı idi, gəlib olub 8. Baxıram ki, çöldəki bir vahid azalıb, içəridəki bir vahid artıb. İndi bax, bu 4 bucaq, bu 4 bucaq deyil. Onda necə olmalıdır? Hansı olacaq cavab? Y müəllim. Bəli. Olmalıdır. Bəli, Y bəndi. Çöldəki bir vahid azalmalıdır, içəridəki bir vahid artmalıdır. Sadə sualdır. Şahınız xeyir. Axşamınız xeyir. Növbəti sual. Kənarlardan orta alınıb, sadə sualda tutmaq olur. Qıraqları toplayırsan, eləyir 36, 3-ə bölürsən, alır 12. Kənarları toplayıb 3-ə bölürsən. Bunları toplayırsan, olur 3, 3-ə bölürəm 1. Bunları toplayıram, olur 24, 3-ə bölürəm 8. Toplayıb 3-ə bölürsən. İndi bunları toplayanda olur 45, 3-ə bölürsən cavab olur 15. Sadə bir sualdır. Növbəti sual. Bu sual biraz problemli sualdır. Nədir bizdə məsələ? Baxıram ki, bax, birinci gəlin buna baxaq. Bu oxum, bu əqrəbim. Bu əqrəbim bu cür nədir? Belədir, belədir, belədir. Bax, bu hər dəfə görürsünüz 45 dərəcə hərəkət edir. Bu hər dəfə 45 dərəcə hərəkət edirsə, indi bu oxum gəlib olmalıdır burada. Ya A bəndidir, ya da D bəndidir. Digər oxa da baxsan, bax, oxum belədir, əqrəbim belədir. Bu isə 90 dərəcə hərəkət edir. Belədir, indi harada olmalıdır? Bax, burada olmalı. Görürsən, iki variantda da zaten buradadır. A ilə D-nin arasında qalıram. Ya A'dır cavabım, ya da D'dir. Bunu indi daha dəqiq necə təyin edərsən? Bax, bir dənə nömrələyək. 1, 2, 3, bu da olsun 4 nömrəli hissə. Burada ağlar hansılardır? Ağlar burada baxın 1, 2, 4, 1, 2, 3'dür. Gəlib nə olub? Olub 2, 3. 2, 3. Burada ağlar hansıdır? 2, 3, 4'dür də. Hə, 2, 3, 4. İndi burada hansılardır? 3 ilə 4. İndi nə olmalıdır? İndi sizcə hansı olmalıdır? Olmalıdır. Baxın 3, 4, 1. Belki 3, 4, 5 kimi də belə deyək. Belə də tapa bilərsən. Yəni A bəndində çıxacaq. Ya da ki, bunu başqa nə cür eləyə bilərsən? Bunu başqa belə eləyə bilərsən ki, tam A ilə D arasında qalmışıq da. Bax, bundan buna keçəndə yeni üzüm budur, hə? Yeni naxışlar bu əlavə olunub. Bu. Bax, növbəti fiqurda yenə təkrarlanır. Mesela bax, bundan buna keçəndə yeni üzüm budur da, hə? Bu yenə təkrarlanmalıdır. Yəni bu yerində qalmalıdır. Yerində qalan A bəndidir. Bir dənə burada sualda problem bilirsiniz nədir? Bax, bu naxış deyil. Yəni buradakı naxışın yerinə bax, buradakı fiquru çəkməli idilər. Ona görə olmalıdır belə. Yəni ağlarla da gedə bilərsən. Bu belə idi, oldu belə. İndi belə idi, oldu belə. İndi bax belə olmalı. Ağlar bu cür yerdə qalmalıdır. Olur bu cürlə. Növbəti sual. Biraz çətin sualdır. Uzaqbaşı rəqəm də ata bilərsən burada. Bunlar sıfırdan və bir-birindən fərqli rəqəmlərdir. Sıfırdan və bir-birindən fərqli rəqəmlər. Baxırsan ki, burada bax, K-dan L çıxıblar. Deməli, K bilirəm ki, L-dən böyükdür. K böyükdür L-dən. İndi, K əgər L-dən böyükdürsə, normalda L-dən K-nı çıxmaq olmur axı. Gəlir qonşudan bir dənə alır. Bax, K bir dənəsini verir bura.
Ta bir dənəsini verəndə K-nın yerinə nə qalır? K çıx 1 qalır da, düzdürmü? K 7-dirsə, məsələn, yerinə qalır nə? 6. Yəni bir vahid azalır. Çünki bir dənə qonşu ev edir. K-nın yerinə qalır K çıx 1. Mən bu K çıx 1 ədədindən 50 çıxanda alıram M-i. Sağ ol. K çıx 1-dən 50 çıxanda alıram M-i. Ki bir dənə verir axı bura. İndi K çıx M-i mənə 5 veriblər də. Biz burada belə bir şey eləyək. Bunu keçirdirəm digər tərəfə. Bunları isə keçirdirəm digər tərəfə. Yerlərini dəyişdirirəm. M-i sola tullayanda olur nə? K çıxılsın M bərabərdir. L üstə gəl 1-ə. M-i sola tulladım, bunları sağa. Baxın, amma K çıx M-in qiyməti 5 deyil bizdə. Deməli, bura ifadənin qiyməti 5 imiş. L üstə gəl 1, 5 isə L nə olacaq? L olacaq 4. Uzaq başı, buna əgər sənə qəliz gəlirsə, yaxud çətin gəlirsə, nə edirsən? Bu sualda oturub rəqəm atırsan yerinə. Ya variantlarla da yoxlaya bilərsən. Biraz uzun gedir, çox uzun gedir. Biraz çox uzun gedir. Müəllim, zəhmət olmasa o bir də rəqəm atmaqla əgər mümkündürsə eləyin də. Məsələn, K çıxılsın M 5-dir də. Gəl ataq, tutalım. Bax 9 ilə 4. Olmasa yazaram 8 ilə 3. Olmasa 7 ilə 2 yazıram. Olmasa 6 ilə 1 yazıram. Məsələn, 9 ilə 4-ü ataraq. Bax, K-mız 9-dur, M-miz 4-dür. Onda L-in qiyməti nə olur? L-in də qiyməti 4 olur da burada. Çünki bir dənəsini qonşuya verir axı. Ödəmədi. Bax, L ilə M bərabər oldu. Deməli, burada 9 ilə 4 deyil. 8 ilə 3 atarım məsələn. Bu 8-dir, bu 3-dür. İndi buranın M-in qiyməti olur burada 4. Çünki 8 bir dənəsini verir axı qonşuya qalır. 7 çıxılsın 3, 4. İndi görüm tuturmu? K-mız 8-dir, L-miz 3-dür. 8-dən 3 çıxanda R olur 5. İndi L-miz 3-dür, K-mız 8-dir. 13-dən 8 çıxanda N də 5 olur. Görürsünüz, bir-birinə bərabər oldu. Problem yaradır. Deməli, 8 ilə 3 də ödəməz bizdə. 7 ilə 2 atsam, bu 7, bu 2. Daha doğrusu K 7-dir, M 2-dir. K 7, M 2. Onda L-in qiyməti olur 4. Çünki bu 7-dən 4-ü çıxanda 2 verər. Çünki bir dənəsini qonşuya verir axı, 7-nin yerinə 6 qalır. İndi elim 4-dür. Bax 7-dən 4 çıxanda olur 3. 14-dən 7 çıxanda alınır. 14-dən 7 çıxanda alınır 7. 6-dan da 4 çıxanda 2. Bir dəqiqə, burada da problem yarandı axı. K-mız 7-dirsə, M-miz 2-dirsə, 7-dən 4-ü Mənim orada çıxaraq. rəqəm atanda da problem yaranırdı. Yəni mən bugün işləyəndə orada da atırdım, problem yaranırdı. K-nın N bərabər oldu. Yox, bir dəqiqə. Biz L-in qiymətini 4 tapdıq da, hə? Düzdürmü? Bəli, Baxırsan müəllim. 7 ilə 2. Aha. Bu 7, K 7-dir, M 2. L 4 olur. L 4 olsa, K da 7 olsa, 7-dən 4 çıxanda olur 3. Müəllim, siz elə nə eləyirsiniz? Orada Yox, çıxanda bunu bir vahidi götürürük də biz. 6-dan 4. 14-dən 7 çıxanda burada da 7 alınır. Problem yaranır axı. L-in qiyməti 4 çıxdı. Variantlarda da 4 çıxıb. Bir dəqiqə, bu sualda sıxıntı yaranır. 4-cü sualda görə cavab nədir? 4-cü sualda cavab A-dır. 4-cü sualda cavab A-dır. L-in qiyməti 4. Yox, bu sual problemlidir. Yenə rəqəm də atmaq olmur axı. Bəli, L Rəqəm 4-dür. atanda da eyni olur, müəllim alınmır. olmur, mən dedim, olmur. Elə 4 atsaq, onda bu 4, bu 9-dur. Yox, 4, 9 yox. 3, 8-dir. Bir dəqiqə, belə olur. 8 ilə 3-dür deyəsən. Baxın, 8, 4, onda da 4. Yox. Müəllim, orada 6 ilə 1 də eləmişdim, onda da alınmamışdı.
Ne bu sualda 100% problem. Nəsə düz gəlmir. K çıxılsın M 5'dir. Düzdür cavabı bir isbatla A bəndi tapırsan. 8'dən baxım görüm başqa nəsə varmı? Birin həll eləyərik də düzgün olanı. Səhv qrupla. 7 ilə 3-də atanda, 7 ilə 2-də atanda. K 7 olanda M olur 2. Bu düzdür. K 7. Bu mümkün deyil. Bu düz almalıdır axı. 3, L 4, K 7. Onda 6 ilə 1 ataq görək nə olur. 6 ilə 1. Bu 1'dir. Bu olur 6. Aha. 6'dan 4 çıxsam 2. 4'dən 6 çıxsam. Və budur da düz gəldi. Bax. Ya bu belə olur. Rəqəm atanda belə olur. 6'dan 4 çıxıram. 2. 14'dən 6 çıxıram 8. 5'dən də 4. Yox, budur. Bunu rəqəm atmaq çox çətin olur da. Bax, problem odur. Bu şərt burada problem yoxdur. Tamam. Yəni yenə də rəqəm atmaqdan çox uzun gedir. Bir dənə bilirsən ki, K bir dənəsini qonşuya verir. K-nın yerinə qalır K çıxılsın 1. Bundan da axırda 50 çıxanda almışam M. Buradan onda tapıram ki, K çıxılsın M bərabərdir. L üstə gəl 1. K çıxılsın M 5'də axı. L üstə gəl 1'in 5'sə L 4 olur. Digərlərində ancaq bu rəqəmi atıb tutmaq asan deyil. Bu çətin idi bu üsul. Növbəti sual. Günəş, ulduz, galaktika. Bilirəm ki, Günəş ulduzun bir növüdür. Günəş bilirsiniz də orta ölçülü bir ulduzdur. Günəş ulduzun bir növüdür. Ulduzlar da galaktikada yerləşir. Sərf ağacın bir növüdür. Ağac da meşədə yerləşir. Olur belə. 6-cı sual. Bu sadə sualdır. Elə simmetriya ilə tapa bilərsən. Məsələn, deyir, hansı variant uyğun ola bilər? Bax, bunu sən əvvələ bu yana açırsan. Bax, bu fiqur əksinə bizdə burada belədir, düzdürmü? Bu oxum belədir. Bu oxum da belədir. Nöqtəm də burada. Bax, bunu sola açanda bu ox gəlib düşür belə. Bu gəlib düşür belə. Belə bir şey. Və nöqtəm də gəlib düşür bura. Bu yuxarı açanda bax, bunlar tamamlanmalıdır. Bu da olmalıdır bu formada və nöqtələr də gəlib düşməlidir bax, bura təxminən. O da bizə verir yeganə variant. A yoxsa C C. deyil mənim. Eydi müəllim. C, C hə, variantı. C bəndi. Bəli. C bəndi olmuş, olur. Düz. Variantları da işləyib simmetriyasına baxmaq olar. Bu da asan sualdır. Hərəsindən bir dənə olmalıdır. Bax, indi bizdə dairə, kvadrat, beşbucaqlı, kvadrat, beşbucaqlı dairə. İndi beşbucaqlı var, dairə var, kvadrat lazımdır. Yəni bu çıxdı, bu da çıxdı. Kariklərə baxsam 2 dənə karik, 3 dənə karik, indi bir dənə Məncə karik az olmalıdır. Və baxırsan ki, tək üstündə də ağ var, qara var, zolaqlı var. Zolaqlı var, qara var, ağ olmalıdır. Yəni hərəsindən bir dənə olmalı. Çox sadə bir sualdır bu. 8-ci sual. Bu da elə də çox belə deyək də çətin bir sual deyil. Hərfləri necə burada ardıcıllıqla yerləşdirirsə, bunları da elə ardıcılıq. Bu nümunəyə baxmağa ehtiyac yox. Birinci ilə promo taparam. Bax, bu birinci əlifdir, bu ikinci əlifdir, bu da üçüncü əlifdir. Bir necə yazıb əvvəl? Bax, əvvəl 1, 2, 3 yazıb. Bax, buradan da yazıram 1, 2, 3. Normalda 1, 2, 3 yazıb da ABC. Yəni biz də yazırıq 1, 2, 3. Yəni CAB. Sonra nə yazıb burada? 3, 1, 3. Düzdürmü? 313. Yəni 3, 1, 3 bizdə olur BCB. Ona görə məsələn Y bəndini silərsən. Çünki burada BCC verir.
Sonra baxıram CAA. CAA nədir? Yəni 3, 1, 1. Burada da 3, 1, 1 olanda BCC. BCC olmalıdır. Zaten cavab ya budur, ya bu. Bir D də axırına variantı. məsələn baxsam AAB, yəni 1, 1, 2, yəni CCA. Axırda CCA ilə bitməlidir. Cavab olur D variantı. Bəli. Axırda 1, 1, 2 idi. 1, 1, 2, hə, CCA. Rahatdır, çətin deyil. 9-cu sual bilirsiniz də sonuncu şam yeməyində var. Hansı mütləq səhvdir? Bax, B həmişə dağlara aid film çəkməlidir. Bitdi, getdi. Niyə görə? Söhbət ondan gedir ki, bax, bilirəm ki, biri dağlardır, ikisi dənizlərdir, ikisi də meşələr haqqındadır. Eyni mövzuda film çəkən A-la C deməli eyni mövzuda film çəkib. Həmçinin eyni mövzuda film çəkən Y ilə D. Y ilə də D eyni mövzuda film çəkib. A-la C eyni mövzudur, Y ilə də D eyni mövzudursa, deməli bunların biri dənizlərdir, biri də meşələrdir. Yerdə nə qalır? A, C ilə Y, D dənizlə meşələrə gedirsə, yerdə qalır bir dənə B. B də avtomatik qalır dağlar. Yəni bu sualda həmişə B dağlara aid film çəkir. Müəllim, onda Mütləq bu səhv hansıdır? Aha. düşsə bu B-ni götürək də. B səhvdir, yəni B dağlar olmalıdır. Bəli. B həmişə dağlara aid film çəkir bu sualda onsuz da. Desə hansı mütləq doğrudur? Olur B dağlar haqqında film çəkir. Yanlışdır, B meşələr haqqında film çəkir. Yanlış olan olur. Bu da sadə sualdır. Quş yuvada, insan evdə. Quş yuvadadır, insan evdə yaşayır. Müəllim, bağışlayın da bölürəm sizi. Demişdiniz bugün axşam atacaqsınız o qəbula düşən anaqqramları, yadınıza istədim salın. Hə, göndərərəm, tamam. Dərsdən sonra atacağam. Çox sağ olun. İndi bu sualdan 2025-ci ildə bu sualın oxşar versiyası düşmüşdü imtahana, Vilka qaşıqla. Biz dərslərdə bəzi dostlarımızla baxmışıq suallara. Sonuncu gündə baxacağıq Vilka qaşıq ayrıca sualına. Çox rahatdır. Baxın, burada nə edirsiniz? Belə deyək də, bunları bölürsən ən yaxşı üsul kimi. Ki, o deyir kafalarda soru işarətləri qalmasın. İndi baxıram nəyə? Baxıram burada ki, burada. Məsələn, bax, belə deyək. Bunu da ayıraq. Aha. O hansı fiqurdur ki, ya burada 3-dür, burada 4-dür? Hansı fiqurdur? Baxıram ki, bax, paralelgram var, görürsünüz. Burada 3 dənə paralelgram var, burada 4 dənə paralelgram var. Yəni, bu paralelgramlardır. Misal, burada 4 dənə, burada 3 dənə olan hansı fiqurdur? Burada 4 dənə, burada 3 dənə olan şeydir. Nədir o? Baxaq görək. Deyəsən, trapesiyalardır. Bəli, bax, 4 dənə trapesiya var burada. 3 dənə də trapesiya burada var. Və bu trapesiyaların necə deyərlər? Sayıdır. Burada 4 dənə, burada 5 dənə olan, zaten bu şəkildə 5 dənə olan nə var? Bax, dairələr. Və burada 4 dənə, burada 5 dənə olan dairələrdir. Belə-belə tapırsan. Məsələn, burada kvadratlar, bax, düzbucaqlar 1, 2, 3 dənə düzbucaqlı burada var. 1, 2, 3 dənə düzbucaqlı burada var. Bu düzbucaqların da yəni kvadrat formasını çəkirəm. Bir dənə qaldı axırıncı. Bu da üçbucaqlardır. Bax, həqiqətən baxsan, bax, burada görürsən 4 dənə üçbucaq var. Burada 1, 2, 3, burada da 4 dənə üçbucaq var. Axırıncı fiqur nə oldu? Üçbucaqların. Və promoya axırıncı ilə cavab çıxır. Burada nə qədər üçbucaq var? 1, 2, 3, 4, 5 dənə üçbucaq var. 5 dənə üçbucaq varsa, axırıncı rəqəm 5 olan bir dənə Y bəndi qalır. Bunu səsləyək. Bu olur Y bəndi. Ki, yəni tapmalısan ki, neydən neçə dənədir. Ondan sonra. Bu çox sadə sualdır.
Bax, rahatdır. Sadəcə sən burada variantları müqayisə eləməlisən. Tamam, bax bunu ilə, bax məsələn, gəl bu iki variantı müqayisə edək. Fərqli olan bax 86 ilə 68-i sürətli tapmaq üçün. Baxıram ki, fərqli olan bunlar da, həmin rəqəmlər bunlar olmalı. Bax, baxıram ki, bundan bax burada da olmalıdır. Görürsüz, A bənim səhvdir. Bax, bu 6-dır, burada 7-dir. Bu ümumiyyətlə səhvdir. Bax, bu misal üçün, burada 6, burada 7 verir. Bax, burada 8, burada 6 verir. Bu da səhvdir zaten. İki variantı ikisi də 7 onsuz. Məsələn, baxıram ki, tamam, bununla bunu müqayisə edəndə bax 42 ilə 24 fərqli olan. Söhbət bax bu fiqurlardan gedir. Bax bunun əvvəli, bunun axırı olmalıdır. Görürsüz, Y səhvdir. 2 ilə başlayır, 4 ilə bitir. Fərqli rəqəmlərdir. Bir dənə C ilə D arasında qalmışam. Müqayisə edəndə bunları 42 ilə, bu zaten C səhvdir. Bax, bu da 42-dir, bu da 42-dir. Axı bunlar fərqli ardıcıllıqlarda qoyulub. Görürsüz, ikisi də nətər eyni olsun. D bəndi qalmış olur. Sadə bir sualdır. Ona görə olur bu formada. Ki, yəni belə sualları səhv yazmaq olmaz. Ki, hazır bal verən bir sualdır. İndi 13-cü sual imtahanın ən konsert suallarından biridir. Bax, demək olar 90% tələbənin yanlış yazdığı suallardan biri bax elə budur. Bu sualda nə deyir? ABCD fiqurunda təsadüfi qeyd olunan nöqtənin rəngsiz hissəyə düşmə ehtimalını tapın. Rəngsiz hissəyə düşmə ehtimalı deyəndə sən rəngsiz sahəni ümumi sahəyə bölməlisən. Bizim ümumi sahəmiz nədir? Çox vaxt tələbələr nə edir? Ümumi sahəni götürüb burada 11-in 11-ə götürüb yazırlar. Bu yanlışdır. Bilirsiniz niyə? Ümumi sahə deyəndə bax söhbət ABCD fiqurundan gedir. ABCD fiquru bizdə baxın trapesiyadır. Görürsüz? Çox vaxt imtahanda bax misal həmin bu qəbulda tələbələr ona fikir vermədi imtahanda. Ümumi sahəni 11-in 11-ə ümumi kvadratı götürmüşdülər. Hansı ki burada həmin ümumi fiqur ABCD fiqur. İndi mən nə edirəm? Və 11-in 11-ə götürsən, olur 121. Məxrəcdə 121 olanda konsert çıxır, heç bir cavab alınmır. Ona görə də ABCD fiqurunu götürməlisən. Bir dənə bu sualda belə deyək. Bax, bu ümumi 11-in 11-ə deyil bura opçi. Olur 121. 121-dən bax, bu ağları çıxmalısan. Bunu rahat belə eləyərik. Bax, mən bu ağ üçbucağım var ha, uzanan gedən. Bax, görürsünüz bu. Mən bu üçbucağı götürüb, bax, bunun bu hissəsinə qoyub yapışdıra bilərəm də, düzdürmü? Ki, bax, bu ağ üçbucağı, bax, belə bu qaraya uyğun gəlir də. Yəni, bunu götürüb bura qoysam, bir dənə kvadrat yaranacaq burada. Düzbucaqlı formalar. Burada 11 dənə xana var onsuz da. 121 xanadan 11-ini çıxacam da, yəni mən. Olacaq 110. Yəni ki, trapesiyanın sahəsinin tapılma düsturu var. Necədir o? Hansı ki, məsələn, bu trapesiyadsa əgər, bu olsun A, bu olsun B. Bu da olsun hər hansı bir hündürlük. Sahəsi belə tapılır. A üstə gəl B, böl 2, vurulsun H. Yəni, oturacaqlarını toplayıb 2-yə vurub hündürlüyünə vururam. İndi, bunu da eləyə bilərsən. Bax, bura 9-dur, bura 11-dir. Toplayıram 20, yarısı olur 10, hündürlüyü də 11-dir, olur 110. Ümumi sahəmiz 110 olur. Getirəm indi içəriləri bir-bir hesablamağa. İçəriləri də düsturla hesablamağa ehtiyac yoxdur əslində. Qısa yoldan tapa bilərsən. Necə tapırsan? O sualı biraz da böyüdürəm sizin üçün. Bax, baxıram nəyə? Mən bu trapesiyanı rahat necə taparam? Dedim də, ya bununla ilə bunu topla, alınan cavabları böl 2-yə vur hündürlüyə. Bundansa, hələ gəl belə eləyək də biz. Bax, mən bu fiqur var, ha, görürsünüz. Bunun bu qulağını kəsib, bura ata bilərəm də, düzdürmü? Müəyyən bir düzbucaqlıya tamamlamaqla eləyərəm. İndi burada nə edirəm? Bax, baxıram ki, bunun enli uzunluğuna vurmalıyam. Eni nə qədərdir bunun uzunluğu? 1, 2, 3, 4, 5. Bunu ilə bu birləşdi elədi 6. 6-nın hündürlüyü neçədir bunun uzunluğu, eni yəni? Bax, bir dənə bütöv var, 2 dənə də yarımçıq var. Elədi ümumi 2.
Və bura 6-nın 2 imiş. Ümumi sahəmiz oldu 12. Keçirəm indi ikinci fiqura. Məsələn, ikinci figurum olsun bu. Bax, bunu da yenə bu hissəsini kəsirəm. Gətirib yapışdıram, bax, bura. Müəllim, İndi. hündürlüyün 2 olduğunu gözəyarı tapmaq olar. Əslində belə baxanda 2 olduğu görsənir. Aha, da hə. Elə biz də 10 sayda tapdıq. Bəs hissəsi necə tapdınız? Hissə isə necə tapdım? Bax, fikir ver. Bura bir dama deyil bizdə. Düzdürmü? Bir dənə dama, Hə, bu da düzdür. yarımçıq. Hə, mən bildim. Aha. İndi buna baxıram. Bax, bura 1, 2, 3. Bax, bu yarımçıqla bu yarımçıq birləşdi, elədir 4. 4-ün, bu necədir hündürlüyü bəs, eni yəni? Bax, bir dənə bütöv, bir dənə yarımçıq, 1,5. Bura oldu 4-ün 1,5-ə. Bir-birinə vuranda eləyir 6. Bax, buranın da sahəsi oldu 6. Bu birisi oldu 12. İndi gəlirəm məsələn bu fiqura. Bu fiqurun da sahəsi nədir? Bax, bunu da məsəl gəl belə eləyək. Mən bu hissəsini bunun kəsim, çıxardıb yapışdırıram bax bu tərəf. Bunun eninin uzunluğu, eni 1,1, bu da yarımçıq. 1,5 də uzunluğu da eyni şeydə. 1,5. 1,5-in 1,5-ədir bu. Olur, sahəmiz 2,25. 1,5-i 1,5-ə vuranda. Bax, bunlardan 4 dənədir. Bəs bunun nə qədərdir sahəsi? Bax, məsələn, mən bu qulağını kəsib. Bunu bura atsam, olur belə bir fiqur. Bax, bir dama, uzunluğu neçədir buranın? 2 damadır. Bax, bir dənə bütövdür, bunlar da birləşdi elədi, ümumi 2 dənə. 2-nin 1-ə oldu buranın sahəsi 2, burada 2 hamısı tapıldı. Bir dənə qalıb bu, bunu da ki, belə eləyərəm, məsələn. Bax, bu qulağını kəsib, atıram, bax, bunun bu tərəfinə. 1, 2, 3-ün, neçəyədir bu? Bax, 1, 2, 3, 4, 5. 3-ün 5-ə, 3-ü 5-ə vurdum, elədi 15. Bunları tapdın, hamısını toplayırsan. Deməli, bax, bu 12-dir. Buradan başlamayaq. Bax, 2,25 deyil. 2,25-i vuran 4-ə, eləyir 9. Bu da 2, elədi 11. Bu da 6. 11 o da 6, 17. Bu da 6-da, bu da eyni şeydir. 23, bu da 15. 38, bu da 2, 40. Bu da 12, 52. Ümumi elədi 52. Bunu trapesiyadan da bir sayı bilərsən. Eyni yerə gəlib çıxacaq. Ümumi oldu 52. Bizim ümumi sahəmiz 110 idi. Ağlar da oldu 52. Yəni rəngsizlər. Deyirdi axı rənglənməmiş hissəyə düşmə ehtimalı. Oldu 110-da 52. O da ixtisar gələndə qalır 55-də 26. Asan sual deyil və plus çox vaxt aparan bir sualdır. Cavab qalır B bəndi. Gəl bu sual imtahanda sənin minimum imtahanda ən azından bir 5-6 dəqiqə aparacaq. 14-cü sual. Nədir cavab burada? Sonuncu şam yeməyində var bu sual. Tofiqin uşaqları ən bir kim Bir olur? də nisbəti deyərdiniz. Hə? Neyi? Nisbəti bir də tərəfdən deyərdiniz. Nəyin nəyi oldu? Bizdə nə istəyirdi? Bax, rəngsiz 110 hissəyə düşmə 12. ehtimalı demir. Rəngsiz hissəyə düşmə ehtimalı. Yəni sən rəngsiz sahəni bölürsən ümumi sahəyə. Rəngsiz sahəm bunları tapıb hərəsini topladım elədi 52. Ümumi sahəm də 110 idi axı. 52-dir. 52 və 110 o da ixtisar gedir, olur 55-də 26. Gördüm mən. 14-də. Bu sonuncu şam yeməyində var bu sual. Əgər yadınıza gəlirsə. Bu sual çünki düşəndə həmişə eyni düşür. Tofiqin uşaqları kim idi? Vüqar, Zaur, Rəsul. Bunu sonuncu şam yeməyindən əzbərləmək lazım. Tofiqin uşaqları həmişə Vüqar, Zaur, Rəsuldur. Misal üçün, Faiqin uşaqlarını soruşsa Günay olur. Yunisin uşaqları deyəsən Məmmədlə Nərmindir. Səfərin də uşaqları Aytənlə Köhlü idəm kim idi? Onu da əzbərləmək lazım. Müəllim, Burada o PDF qalıb sizdə. Hə? O PDF sonuncu şam yeməyi PDF. Onu yenidən göndərəcəm. Atarsınız, unutmuşsun. Tamam.
O sonuncu şam yeməyini sizlərlə yenidən bölüşəcəm. Deməli, bax bu sualda fiqurlar hər dəfə bir tık böyüyür. Bax, bu 5 bucaqlığı görsən birinci yerdədir balacalığına görə. Cavab olub ikinci yerdə, cavab olub üçüncü yerdə, indi dördüncü yerdə olmalıdır. Deməli, fiqurlar hər dəfə bir tık böyüyür. Məsələ nədir? Bəs ən böyük olan fiqur nə olur? Bax, burada görürsünüz, hər dəfə fiqurlar gəlib bir tık böyüyürsə, ən böyük olan fiqur daha böyüyə bilmir axı. Keçir olur nə? Ən balaca. Görürsünüz? İndi burada ən böyük olan fiqur kvadrat deyil. Kvadrat gəlib keçir olur nə? Ən balaca. İndi burada ən böyük olan fiqur paxlava deyil. Paxlava nə olmalıdır? Keçib olacaq ən balaca. Yəni cavab olacaq Y bəndi. Ən böyük olan fiqur hər dəfə növbəti şəkildə olur ən balaca. Yadakı fiqurlar hər dəfə bir tık böyüyür. Eyni şeydir. Futbolda böyüyə bil, ən böyük fiqur daha böyüyə bilmədiyindən görə olur belə. Ondan sonra metr məsafə. Məsafəni metrlə ölçürsən, həcmi də litrlə. Fərqli variant yazan var. Deyəsən. Kitabda var idi, siz atladınız PDF-də. Bəli. Zaten analogiyalardan, təkrar suallardan falan demək olar düşür. Burada düşünərsən ki, indi ən çox tələbələrin tapdığı üsuldan deyirəm də. 10 ilə 13-ü toplayıram olur 23, 3-ə vuram 69. 12 ilə 15-i toplayıram 27, 3-ə vuram 81. Amma 10 ilə 14-ü toplayıram 24, gəlir bunu 4-ə vurasın. Baxıram ki, qardaş, mən buranı 3-ə vurdum, buranı da 3-ə vurdum. Bəs buranı niyə 4-ə vurum? Ortanın da sıfırlar da 4'e vuruluq. Müəllim, o 4'e Yox. vurmaq olmur deyə sıfır qalır. Ya indi burada Çox ortanı qorxucu tam olaraq olur. dəqiq bilmirsən. Məsələ bilirsiz nədir? Burada bunları ona görə 3-ə vurursan ki, bunların fərqi 3 edir. Çünki bax, bunların fərqi 3, bunların fərqi 3, bunların fərqi 4. İndi 16 ilə 9-u toplayacağım olacaq 25. Neyi vurmalıyam? Bunların fərqi neçə edir? 7. 25-i 7-yə vurmalıyam. Bunu belə də tapa bilərsən. Ya da ki, əgər kvadrat kub cədvəlini əzbər bilirsənsə, bilirsən ki, bax 13-ün kvadratı nədir? 169. 10-un kvadratı nədir? 100. Bir-birindən çıxanda alınır 69. 225-dən 144 çıxanda 81 alınır. İndi 196-dan 100 çıxanda olur 96. İndi 216-nın kvadratı 256. Çıxıram 81-i. Alınır 175. Nə bu şeydir? A kvadrat çıx B kvadrat. A çıx B, A üstə gəl B. Bax, o da üstə gəl çıxır. Növbəti sual. Bu da çox sadə bir sualdır. Məsələn, baxıram ki, 2 dənəsi Z ilə başlayır da sözlərim. Və Z-lar neçədir? 6-dır. Z əgər 6-dırsa, Z əgər 6-dırsa, və fərq sözü sonu 6 ilə bitməlidir. Fərq sözünün kodu budur. Hə, indi bilirəm ki, f-mız 9-dur. Və şərh sözünün axırıncı hərfi fərqlidir axı. 9 ilə olmayan de budur da. Çünki f-mız 9-dur axı, bunların sonu 9 ilə bitir. Bunu da tapdıq. R hərfini bilirəm 5-dirsə, mən orada zəif söz, bax 4-cü rəqəmlərinə baxsaq, bir dənə i hərfi fərqlənir. i hərfi fərqlənirsə, onda zəif söz olur bu. Zəif budursa 6 ilə başlayan, onda digər 6 ilə başlayan zərf sözdür. Qalıb bir dənə bu. Bu da olur səhv sözünün kodu. Bizdən fərasəti istəyir. F bizdə 9. Ə bizdə 8. Yox, daha doğrusu. Ə 7. R-mız 5. A-mız yoxdur. S-miz 8. Əmiz 7. Aha, əyimiz zaten yetirmişdik. T'miz də nədir? T'miz də yoxdur. Aha. 975 ilə başlamalıdır. Bütün variantlar bundan başlayır və 87 olmalı. Bu çıxdı, bu da çıxdı. Və sən bir dənə buradan A ilə T-ni tapa bilmədin.
Əgər burada A mantığını tapa bilmədinsə, onda A mantığı həmin buradakı rəqəmlərdən heç biri olmamalı. Burada nə var? Misal üçün. Misal üçün. 8'dir. Aha. Mənim orada C variantında 2 dənə 4 var. 4 də bizdə T-yə uyğun gəlir. Bu fərasət sözündə 2 dənə T Aysu. yoxdur. O C Bəli, variantı bu 4 idi. Hə. Bəli, bax 2 dənə 4-ü çıxırsan, qalıram B ilə D arası, B ilə Y arasında Hələ Y də birinci. yoxdur. Y-də də Hə, o. Aysu. Bəli, Y-də də o problem var, Aysu. Bəli, olur B bənd. Hamısı fərqli-fərqli rəqəmlər olmalı. Çətin deyil, biraz diqqətlə baxanda seçmək olur. Gəlin birinci 20-ci sualı izahlayayım, sonra 19-a qayıdarım. İndi baxıram ki, bax vurma artmaq daha yaxşıdır. A vurulsun C 50-dir. A vurulsun C 50-dir. 5 vuru 10 olardı, yəqin ki bu 50-dir. 5 vurulsun 10. Belə eləyirəm. Bax, gəl A-ya 5 ataq, C-yə 10 ataq. C-yə 10 ata bilmərəm də, bax bu 8-ə görə. Görürsünüz? 5 üstə gəl C 8 verməm. Bax, gəl dəyişək. C-yə 5 ataq, buna 10 ataq. İndi C-miz 5 isə B-miz olur 3. B-miz 3'dür, A-mız da 10. Burada hər şey bitdi. 10'un, yəni A-nın, yəni 10'un kvadratı 100. Üstə gəl B. Yəni B-miz 3'də 3'ün kvadratı 9. Toplayanda olmuş olur 109. Yəni vurma cədvəllərində adətən vurma hissəsi ilə yerinə rəqəm atırsan, olur yüksək səviyyədə. Bu oldu bizim birinci hissəmiz. Hələ ki, linkin yenisi. Deməli, burada məsələ nədir? Baxırıq ki, bax, deyir 16 dənə bucağı fırlatmamaq şərti ilə elə yığmalısan ki falan. Bu sualların əslində görmüşük. Yəni bu eyni cür olmalıdır, fırlatma olmazdı, rəqəmlər eyni olmalıdır. Burada çox adamın görmədiyi hissə nədir? Şərt. Bax, sual əslində çox asandır. Sənə deyir ki, bax, şəkildə C-nin yerinə düşəcək rəqəmin 2 olduğunu bilərək. Görsən şəkildə deməli C-nin yerinə 2 düşməlidir. Təxminən 12-yə qədər ən tezi. 1 saat hələ davam edəcək təxminən. C 2-dir. C-miz əgər 2-dirsə, bax burada 2 bu C var. Bunun yerinə götürüb nə atırsan? 2. Bunun yerinə götürüb atırsan 2. Bura 2 yazdım. İndi. ABCD ardıcılığı ilə düzməlisən. Bax bu 2-dirsə, bax bu 3 bucağın var ha. Bax bunlardan biridir də, düzdürmü? Bu figurlardan biridir. Bircə dəqiqə. Və baxıram ki, ayağında 2 olan bir dənə həmin 2 dənə figurdan var. İkisi də zaten eyni şeydir. Gözləyin, indi göstərəcəm. Deməli, bax, C-miz 2-dirsə, əgər bax bu 3 bucaq, ancaq bax ya budur ya da bu. Ayağında 2 olduğuna görə. Zaten ikisi eyni şeydə bunun. Birini götürüb pullayırsan aşağı. Bunu, yəni bax bu 3 bucağı, məsəl üçün, bax mən bu 3 bucağı götürüb pullayıram aşağı. Bura 3-dür, bura 1-dir. Bundan sonra zaten hər şey tapılır da. Buradakı rəqəmləri götürüb doldurursan. Bu 2-dirsə bunlar hamısı 2-dir. 1-dirsə bunlar hamısı 1-dir. 2 ilə 1 var, burada 3'lər çatışmır. 2 ilə 3 var, 1'lər çatışmır. 1 ilə 3 var, 2'lər çatışmır burada. İki şərt verib də təpə nöqtələri eyni olmalıdır. 2 ilə 1 var, 3'lər çatışmır. Burada 1'lər çatışmır. Burada 3'lər. Burada da 1'lər. Burada 3'dür. Bunlar 2 olur. Nəsə də bura olur 3. Və ABCD ilə A'mız 3'dür. B'miz 1, 3, 1. Zaten cavab B bəndi olur. D'miz, nə bilim, C'miz 2'dir falan. Belə-belə gelib tapmaq olar. Rahat sualdır. Yəni sadə sualdır. Elə də çox çətin deyil. 20 dedik. 21-ci sual. Yüksək səviyyəli sualdır və 2 dəfə qəbul imtahanına düşüb bu sual. 2010-cu və 2022-ci ildə. Əslində mahiyyətini bilsən deyərsən ki, asan bir sualdır. Baxıram indi nəyə? Deyir ki,
diaqram göstəricilərə görə baxırsan ki, diaqram verib. Bunlar 72% qəbul olmuyor. Görürsünüz 72% qəbul olmuyor. Deməli yerdə qalan 28% qəbul olub. Qəbul olanlar da 3 yerə ayrılıb. Bunlar və bir də bunlar. Baxıram ki, bunların faizini verib, amma bunun faizini verməyib. Onu özüm tapmalıyam. Necə taparam? Bura əgər 72% isə, deməli bura olacaq avtomatik 28%. Mən 28-dən bunların cəmini çıxaram. Tamam. Bunları toplayıram, eləyir neçəsə. Sonra 28-dən bunları çıxanda buranı tapıram 4,76. Yəni, üçünün bir yerdə cəmi 28 eləməlidir. Buradan 4,76-nı tapırsın. Bunu təyin eləyəndən sonra baxıram ki, sual məndən nə istəyir? Özəl ali təhsil müəssisələrinə qəbul olanlar, özəllərə qəbul olanlar nədir? 4,76. Özəl ali təhsil müəssisələrinə qəbul olanlar, yəni bu 4,76. Ali təhsil müəssisələrinə qəbul olanlar ümumi 28%-dir axı. Ümumi 28%. Çünki özəllərə qəbul olan 4,76-dır. Ümumi qəbul olanlar 28-də, 72% qəbul olmayıbsa, ümumi 28% qəbul olmuş sayılır. Və qəbul olanlar deyir nədir? Yəni, deyir ki, qəbul olanların neçə faizini təşkil edir? Yəni, bu o deməkdir ki, 4,76 28-in neçə faizi olmuş olur. Bunu necə tapırsan? Höknür, çox güzel. Necə tapırıq bu faizin nisbətini? Kim deyər? 28 müəllim faizidir də tapdığımız. Aha, 28 ümumidir. Ümumi 100% isə, Bəli, bu 28-in 100% isə o 100% 4,76-mız da ikisi də. faiz o. Ya ki, bax, deyirsə ki, əgər bunun neçə faizi deyəndə, bunu buna bölüb 100-ə vurursan. Düzdürmü? Yəni ki, 28 səndə qəbul olanlar 100%-dir. Özəllərə qəbul olan 4,76-da. Nəsə də buradan axırda cavabı 17 tapırsın. 4,76-nı da belə tapdıq ki, 28% eləməlidir. 28-dən bunları çıxanda alınır 4,76. 10% tutmaq lazımdır müəllim, o 28-dən çıxmağı. Çünki onu zaten görməlisən. Çünki burada 72-dirsə bunların cəmi 28-dir. Və baxıram bunların cəmi 28 eləmir, deməli bura çatışmır 4,76. Sonra ki, bu bunun neçə faizidir? 28 100, bu da x. X-i tapırsan 17%. Görsən, cavablarda 4,76 da qoyublar ha burada ki, tələyə düşsünlər tələbələr. Təzgahlı. 22-ci sual bəlkə 80 dəfə qəbul imtahanına düşüb. Çox sadə bir sualdır. Cavab olur. Deməli, mən baxım deyəcəm sizə. Bax, nöqtə ilə əslində tapma olar. Bax, nöqtə görürsünüz, üstəgəlindən bu balaca üst buzağa yaxındır. Bax, bu səhvdir. Nöqtəni buraya veriblər, amma burada düzgün deyil axı. Qara üst buzağa yaxın olmalıdır. Nöqtə nəyə yaxındır? Üstəgəlindən balaca qara üst buzağa. Üstəgələ yaxındır, amma burada balaca qara üst buzaq olmalıydı. Ağ hissəyi yox. O nöqtəni üstəgəldən aralı veriblər. Nöqtəni üstəgələ bax, görürsünüz, bu balaca qara üst buzağa yaxın olmalıydı. Bölgə yox. Cavab qalır A bəndi. Peki bu kuba bu tərəfdən baxsan, bu meyilli biraz. Olur belə. Rahat uzaq başı pozana çəkib tapmaq olar. Çəkirsən cavab çıxır. Rahat sualdır. Deməli, baxıram nəyə? Belə suallarda yuxarı aşağı ya soruşaq suallarında bilirik ki, ya vurma bölmədir, ya da toplama çıxmadır. Burada nə edirəm? Bax, aşağı düşəndə görürsən, ədədlər bir-birinə bölünür, aşağı düşəndə bölürəm. 14-ü bölürsən 7-yə, alınır 2. 2-ni vurursan 8-ə, alınır 16. 16-nı bölürsən 4-ə, alınır 4. 4-ü də vurursan 3-ə, alınır 12. Aşağı düşəndə böl, yuxarı çıxanda vur. Məsələn, indi bax, 21-i 7-yə bölürəm, alıram 3. Gətir bu 3-ü vururam 4-ə, eləyir 12. Bu 12-ni bölürəm 6-ya, alınır 2. 2-ni də vururam bu 3-ə, alınır 6. Cavab olur
Belə. Olmuş olur belə. Növbəti bir sual. Bu suallarda əsas məsələ çıxıntılarla başlamaq lazımdır. Sən bilməlisən ki, harda çıxıntılar hardadır. Yəni, əsas çıxıntıları tutmaq lazımdır. İndi, bax, mən bu sağ tərəf var ha. Hansı variantı qoya bilərəm? O ya C-nin burasını qoyaram, ya da D-nin burasını. Deyərsən ki, D-ni qoysan nə olar? Gəl bir dənə D bəndini atıram bura. Bax, bura olsun D bəndi. D bəndi atdım. Bu yuxarı nəyə qoyaram? Deyərəm ki, ancaq Y-ni. B-ni qoymaq olmur ha, yuxarı, üst-üstə düşür. Y-ni qoysam yuxarı, məsələn, bax, bu olsun Y. Y-ni qoysam bura, baxın, görürsünüz, bura pəncərə Yəni, almayacaq, bura beyin mümkün deyil. Qoyulmalıydı, mən deyirəm. Deməli, bura biz səhv atdıq da, çünki bura D də gedə bilər də normalda, amma biz bura indi birinci C-ni qoyuruq. Bax, bura olsun C bəndi, bura atırıq C-ni. Bu yuxarı ataram D-ni, bax, D-ni də atıram bu hissəyə. Görürsünüz. Bax, bu hissə də bizdə olsun D-miz. D-miz, hə də D-miz. Aşağı hissəyə ataram Y bəndini. Bu olsun Y bəndimiz. Bir dənə bura qalır. Burada nə gedir? A gedir də bura artıq olan B bəndi olur. Olur belə. Sadə sualda adı Tetris oyunu kimi yığıb yığışdırmalısan, rahat sual. Bu suallarda biraz diqqətli olmaq lazımdır. Çətin olmur bu suallar. Sadəcə biraz diqqət tələb edir. Növbəti möhtəşəm bir sual. Qorxuducu sualı oxuyur, amma çox sadə bir sualdır. 50 ton filizin lazımsız qarışıqlardan ilkin təmizlənməsi nəticəsində alınan 30 ton məhsulun. Mən 50 ton filizi qarışıqlardan təmizləmək istəyərkən alınıb məndə 30 ton. Düzdür? 50 tondan 30 ton aldım. Deməli, nə qədər itki var? 20 ton itki var. Deməli, 50 tonu təmizləyəndə 20 ton zibil olur. Və bunu alınıb 30 ton, 50-dən 20-sini təmizləmişəm, 30'u qalıb. 30 tonun da 5% zibildir. 30'un 5% nə qədər eləyir? 30'un 5% eləyir 1,5 ton. 30'un 5% olur 1,5 ton. İndi, bax, mənim 20 ton zibilim belə var idi. Ekstrada 1,5 ton zibil toplandı mənəcə. Nə qədər elədi ümumilikdə? Elədi ümumilikdə 21,5 ton zibil. Bizdən nə istəyir indi? Deyir ki, filizin neçə faizi lazımsız qarışıqlardan ibarətdir, yəni zibillərdən ibarətdir. Bilirəm ki, ümumi 50 ton filizin 21,5'i zibildir. Bunu belə yazaram. 50 tonum 100%dirsə, 21,5 tonum x faizdir. Buradan x-i 43 olduğunu təyin edirsən, tənasüblə. Rahat bir sualdır. Bu sual təkrar sual. Mənim burada düşünmək olmaz ki, zaten yəni 20 tondur da bizim artığımız. 20 tondursa, yəni 50'ni götürə bilmərik orada. Bir də mən təzə 50'ni götürə bilmərik, 15'i də götürə bilmərik. Biz 20 ise zaten 22'ni də götürə bilmərik. Onsuz da variant qalır. Öyle 43'dən 35 arasında. Yox, bax, bizdə 20 tondur, burada isə faizi soruşur axı. 20 ton, 50 tonun normalda 40%'dir, düzdürmü? Ay, sor. Və ən azından bax, 50'dən 20'si təmizlənib, yəni 50'nin 20'sindən də 40%. 40'dan çox olmalı. Atanda ikisindən birini atarsın. 30'un da 5%, 30'un 5%'i 1,5 eləyir axı. 1,5 tonda 50 ton nisbətən 3% qalır da. Düzdür mənim, düzdür, aydındır. Olur. 26'dakı meyvə kal, yəni meyvənin yetişməmişi kaldır, işçinin yetişməmişi təcrübəsizdir. Olur belə. Ornitologiya nə haqqında elmdir? D-dir də mənim. Mənim quşlardır, mənim quşlar haqqında. Ay, bəli. Ornitologiya quşlar haqqında elmdir. Yaxşı. Göbələklər haqqında elm nədir?
Mikologiya. Mikologiya. Ay, halal olsun. Xalq oxuyur. Bəli, mitologiyadır. Yaxşı. Bir dənə də sual verim sizə. Atlar haqqında elm nədir? Kinologiya. Kinologiya itlər haqqındadır. İtlər idi. Bəli. Atlar haqqında elm bir dəqiqə bu hara getdi? Bir dəqiqə. Nəsə, ekranım getdi, hə, düzələcək. Atlar haqqında elm ipologiyadır. Bəli, ipologiya. İpologiya, bəli. 28. Ben Yəqin bu 26 söz değildi de. Ötürdünüz onu diyorsun. Akvaryumda müəllimə burada. 26 şeydir də meyvə şal işçi təcrübəsiz. Tamam. 28. Galaktika, planet, günəş, D hansı sözdür? Kometa. Bəli. Kometa. Bunlar kometa şeydir. Uçan ulduz. O kızıl yıldız nə belə bir şey. Cavab B bəndidir. B bəndi akvaryum sözüdür. Akvaryum. Bu Mənim yaxınlar- kometa sözü yoxdur, kometdir o. Yox, komet türkçədir. Yani biz coğrafyada kometa keçmiyor, komet keçmiş. Görürsüz? Kometa kosmik fəzada, bax görürsən şəkli də var burada. Olur belə. O quyruqlu ulduz, o qızıl yıldız deyirlər, nə deyirlər o. Ondan sonra 29-cu sualı tələbələr bilsiz necə tapır? 90% hallarda. Bax, sualı oxuyurlar, gətirirlər 80, 65, 40-ı toplayırlar, eləyir 185. Bunlardan da bu 30'u çıxırsan alınır 155. Bu təbii ki paputu üsuldur. Yəni bu tam olaraq düzgün bir üsul deyil məncə. Məncə yox zaten düzgün deyil. Çünki elə verə bilər ki bu üsullar alınmasın. Bu sualın ən yaxşısı, yəni həllini bilmək lazımdır, düzgün həllini bilmək lazımdır. Çətin deyil əslində. Bax, ümumiyyətlə belə sualları yadda saxlayın. Həmişə biz Eyler-Venn diaqramı ilə edirik. Yəni özümüz üçün bir dənə diaqram qururuq. Bax, mən burada indi çəkib göstərəcəm sizə. 3 dənə dairə çəkirəm. 1, 2, bu da olsun 3. İndi bura olsun bizdə tar, bura olsun kamança, burada olsun skripka. Bunu yazdıq. İndi bax, gəl biz nömrələyək. Bax, bura yazıram A, bura yazıram B, bura yazıram C, bura olsun D, Y, F, burada olsun sırf 2. Əgər bax, dəqiq həllini istəyirsə, budur əsl həlli. İndi, nə deyir mənə? Deyir ki, qardaş, musiqi məktəbinin 80 dən tələbəsi tarda. Tar nədir? A, B, D, Y. Yazıram buradan. A üstə gəl, B üstə gəl, D üstə gəl, Y. Bərabərdir 80. 65 tələbəsi kamançada, yəni B, C, F, Y. B üstə gəl, C üstə gəl, F üstə gəl, Y. Oldu kamança, yəni 65'i. 40 dənə tələbədə skripkada, yəni bu skripkanın dairələri. D üstə gəl, C üstə gəl, F üstə gəl, Y. Bərabərdir 40 dənə. Sonra nə deyir? Tələbələrdən 30'u bu alətlərin ikisində ifa eləyə bilir. İkisində isə hansılardır? B, D, F. Yazıram ki, B üstə gəl, D üstə gəl, F nədir? 30. Bax, 30 dənə tələbə bu alətlərin ikisində ifa eləyə bilir. Digərləri isə birində ifa edə bilir. Deməli, burada nə yoxdur bizdə onda? Kim deyər? Nəydə ifa edən yoxdur?
Hamısında. Ay sol. Hər üçündə ifadələyən yoxdur da. 30-u ikisindədir, digərləri birindədirsə, deməli bizdə bu Y yox imiş. Y yoxdur. Bax, bütün variantlarda burada Y-ni silirəm. Ki bizim o deyir kafamızı qarışdırmasın. Bax, Y-ləri silirəm. Görürsünüz? Heç nə. İndi mən nə edirəm? Bax, bu var ha, bu hissə. Gəl qardaş bunları üçünü tərəf-tərəfə toplayaq. Gör nə verəcək mənə. Bunların üçün də tərəf-tərəfə toplayanda nə olur? Bax, A-dan bir dənədir. Yazıram A. Üstə gəl. 2 dənə B-miz var toplayanda. Və A-dan bir dənədir. 2 dənə B-miz var. 2 dənə görürsünüz D-miz var. 2 dənə F-miz var. Üstə gəl. Bir dənə C var, bir dənə də G. Bir dənə C üstə gəl, bir dənə də G. Bunları da toplayıram olur 185. 185. Mən onda BDF-im 30 deyil. Bu 2B2D2F-in yerinə nə yazaram? BDF 30-sa 2B2D2F olur 60. Yəni yazıram ki, A üstə gəl, C üstə gəl, G bərabərdir. 185-dən 60-ı çıxıram, olur 125. Bitdi. Bax, mənə nə lazımdır? Deyir ki, neçədən tələbə var? Tələbə nədir? Bax, bu 6 ədədlərin cəmi. ACG nədir məndə? ACG nədir məndə? Nağdı 125-dir də. Bax, buradan tapdım. Yerdə nə qaldı? BDF. BDF nədir məndə? 30 deyil. Bunları toplayırsan olur 155. Düz deyərsən ki, ay müəllimədə digər üsul daha yaxşıdır. Amma digər elə sual ola bilər imtahanda ki, digər üsul sənə kömək ola bilməsin. Bax, bu dədə-baba üsulu ən sağlamdır. Mən bu üsula garanti verirəm, amma digər üsula garanti vermirəm. Ona görə də salamatı bunu bilmək lazım. Mənim burada da əslində elə hardasa toplanır yendiyə. Çünki 80-ə 65-ə 40 topladıq da hamısını. Hardasa gəlir ona yaxınlaşır yendə. Bilirəm, ya mən də olsam məsələn bu sualı elə imtahanda bu sizin elədiyiniz metod kimi eləyəm, toplayıb bunu çıxaram. Çünki məntiqini tutanda elə olur. Amma elə bir şey ola bilər ki, sən onun məntiqini tutmağın biraz vaxt ala bilər, uzun gedə bilər. Ona görə də o məsələlərdə biraz ehtiyatlı olmaq lazım. 30. Çox möhtəşəm sualdır. Bax, çox adam bu sualda nə edir? Həmişə kimi də götürüb buna 5 atır. Bu 5, bu 4, bu 4 olur, bu da 3 olur. Alınır cavab 12. 12 yazır, səhv çıxır. Çünki bir sualda səndən minimum, maksimum istəyirsə, yadda saxla ki, bizim ən azı 2 dənə versiyamız var. Bunun başqa ehtimalı bilirsiniz nədir? Kvadratı başqa nə rəqəm qoya bilərəm? 5-dən başqa. Kvadratı qoya bilərəm. 10 da qoymaq olur deyəsən yoxsa? 10-u 5-ə vuranda onun kvadratı eləmir. Dedim mən. Buna 0 verirsən, bu olur 9, bu 9-sa çox adam deyir, ay mənim maksimumda 0 olmur. Qardaş, səndən üçünün bir yerdə maksimumunu istəyir. Yəni, bu olur 0, bu olur 9, bu da olur 8. Bunları toplayıram, cavab olur 17. Bitdi. Maksimum. Bayaq 12 almışdım, indi 17. Cavab olur 17. Bitdi, getdi. Çox möhtəşəm. Bu sualda bax, çox adam səhv yazmışdı imtahanda. Elə hamı gətirib 5 qoyub yazmışdı 12. Konselt idi. Bu intervallı ardıcıllıqdır. Bax, bu hər dəfə 19 artı gedir. Bunun üstündə 19 yanında bura olur 516. Digəri isə, bax, bundan buna gələndə 13 çıxıb. Sonra 11 çıxıb. Sonra 9 çıxıb. İndi neçə çıxmalıyam? 7 çıxmalıyam. Olur 316. İntervalları ayıranda rahatlıqla söhbəti tuta bilirsin. Növbəti sual. Deyir ki, bu da əslində rahat bir sualdır. Bir dənə sistemini yazmaq lazım. Müəllim layihə üzərində işləmək üçün 7 tələbəsindən 3 və 4 nəfərlik 2 dənə qrup yaratmalıdır. 2 dənə 3 və 4 nəfərlik qrup təşkil etməlidir. Bunlar nəzərə alınmalıdır. Bax, nə edirəm? 2 dənə qrup deyil, qardaş. Tak, birini buraya yazsam, bir digərini buraya. İndi,
N ilə S müxtəlif qrupda olmalıdır. Bu qalsın. T ya S ilə ya da Z ilə ikisindən biri ilə eyni qrupda olmalıdır. Z mütləq 3 nəfərlik qrupda olmalıdır. Bir də belə suallarda əsas şərti sonda verir. Əgər Z ilə O eyni qrupda olsalar, mən gətirib qardaş Z ilə onu tullayıram eyni qrupa. İndi qayıdıram deyir, daha hansı tələbə onlarla bir qrupda olmalıdır? Nə deyirdi? Z mütləq 3 nəfərlik qrupda olmalıdır. Və qardaş, bura 3 nəfərlik qrupdur, bura 4 nəfərlik qrup. İndi nə deyirdi mənə? N ilə S müxtəlif qruplarda olmalıdır. Bilirəm ki, biri burada, biri burada olmalıdır. Bax, ehtimalla belə yazıram. Əgər bura N olsa, bura olar S. Yox, əgər bura S olsa, bura olar N. Bu dəqiq deyil. Yəni ehtimal ikisindən biridir. İndi bu şərtə baxın. T ya S-lə ya da Z-lə eyni qrupda olmalıdır. T onda avtomatik bura düşür də. Çünki bura ucu dolur axı. Z-lə U var. Bu da ikisindən birini seçəcəm. T-ni ucu bura qoymaq olmur. Ona görə T atılır bura. İndi T S-lə ya da Z-lə olmalıdır da. T ucu Z-lə ola bilmir axı. Bəli. Müəllim, siz nə başa düşmədim burada? D yazıb T ya S ya da Z ilədirsə, onda Z birincidirsə, Y-ə Z olmalıdır da, T S olmalıdır da T-nin yanında. Necə? Müəllim, burada deyir ki, T ya S ya da Z ilə ikisindən biri ilə eyni qrupda olmalıdır. T əgər Y-dədirsə, Z-i zaten siz üçlü qrupa yazmısınızsa, niyə S orada olmasın ki? T ilə S elə bir olmalıdır, Z-də olmalıdır, N qalmalıdır şeydə, üçüncü qrupda. Düzdür. Çünki bax, T S ilə ya da Z ilə bir qrupda olmalısa, T-ni bura yazan bilən məcbur bura yazıram. İndi T S ya da Z-dən olmalıdır. Z ilə bir yerdə deyilsə, məcbur S ilə bir yerdə olmalıdır. Yəni bax, burada S'i seçməliyəm. Burada S olmalı, sonra o birisində nə olmalıdır? N. N istəyirsən nə zaten. Aydındır? Olur belə. 33-cü sual. 4-ün 1-ə qaydası ilə. Belə qarışıq sualları 4-ün 1-ə qaydası ilə məhv edirik, gedir. Bax, nədir məsələ? Görürsən, 4 dənəsində bu var. Y-də yoxdur axı, deməli, Y bəndi səhvdir. İndi, məsələn, baxıram ki, bax, görürsən, 4 dənəsində bax, belə bir xət var. C-də yoxdur o xət, deməli, C bəndi səhvdir. İndi, bundan sonra baxıram ki, məsələn, bax, bu xətti görürsünüz. Bu xət, bax, bu xət. 4 dənəsində var. B-də yoxdur da, görürsünüz, belə bir xət B-də yoxdur. Və B bəndi də səhvdir. Və burada məsələ nədir? A ilə D arasında qalıram, gözlərim ağrıyır, seçə bilmirəm. Hə, budur. Bax, görürsünüz, 4 dənəsində bu xət var. D-də yoxdursa, deməli, D bəndi səhvdir, cavab qalır. Bitdi, getdi. Bu cür qarışıq sualları nə edirsən? Yüksək səviyyədə bu üsulla istifadə edirsən. Müəllim, Bəli. burada o yuxarıda bərabərdirdən sonraki olan fiqur var. Ondan təsdiq almalı deyil əslində. Daha yaxşı olmaz elə bilirsə. Ondan nə almalıyıq? Təsdiq. Təsdiq də yəni, hə, onda var Bəli. yəni xətt. Yəni zaten bu oradan gəlib çıxır da. Bax məsələn, fikir ver, sən bax bu xəttdə borc almısan, amma qaytarmamısan. Deməli qaytarmalısan. Məsələn, burada o xətti qaytarmayıblar. Yəni o tələbə üsuldur. O biraz çalışmalısan ki, belə deyim də. Məqsəd odur ki, bax buradakı fiqurlar, bax buradakı xəttlər sənin bu variantlarında olmamalıdır. Və bu cür qarışıq suallar var ha. O sən dediyin üsulu sən şeydə eləyə bilərsən. Balaca xırda zad verirlər adətən rahat olan şəkillərdə. Amma bu cür qarışıq şəkillərdə aləm dəyeri bir-birinə salamatı edib bu 4-ün 1-ə qaydasıdır o cür. Bu cür qarışıq suallarda. Tamam? Aha. 34-cü sual. Bu da sadə sualdır. Bax, burada görürsən də vərəqi necə qatlayıb. Vərəqi bir dəfə. Bax, bunu belə qatlayıb, bunu da belə.
Alınan bu vərəqi solu sağa, sağa da sola qatlayıb nəsə. Alınıb belə bir kəsim. Bu sualların ən gözəl üsulu simmetriyadır. Variantların simmetriyasına baxırsan. Heç orijinal yerlərə də baxmağa ehtiyac yoxdur. Bax, məsələn, A bəndi səhvdir. Bilsən niyə? Bax, qardaş, sən bunu bura açanda, bax, bu hissəni yuxarı açanda görsən, demişik ki, belə suallarda fiqurlar ya baş-başa baxmalıdır, ya da ayaq-ayağa. Görsən, bunlar səhvdir. Bu özü kimi düşə bilməz. Bu əksli düşməlidir. Bu getdi. Nağd olaraq Y bəndi də səhvdir bax buna görə. Fiqurlar eyni ola bilməz. Ya baş-başa olmalıdır, ya da ayaq-ayağa. Məsələn, bax, bu şey də səhvdir. B bəndi də səhvdir. Və sən bunu aşağı açanda, bax, fiqurlar görürsən, baş-ayaq baxa bilməz. Ya baş-başa olmalıdır, ya da ayaq-ayaq. Burada problem, D-də problem nədir? Bax, sən bu hissəni sola açanda, görürsən, fiqurlar baş-başa baxmayıb, yaxud baş-ayaq baxıblar, səhvdir. Hər şey burada simmetriyadır, görürsünüz. Bunların hər şeyinin simmetriyası, bax, orijinal olaraq burada verilir. Hər şey tam olaraq simmetrik fiqurdur. Yəni, belə suallarda fiqurlar ya baş-başa baxmalıdır, ya da ayaq-ayağa. Bir də yaxın olan yaxına düşməlidir, uzaq olan uzağa. Müəllim, orada da 4-ün 1-ə qaydası yarayır da. Mən məsələn elə Eləyir. tapıram. Bəzən bu suallarda o 4-ün 1-ə qaydası tutur. Bəli. Eləmək olar. Məsələn, bax, görsən 4 dənəsində bu var, ən pis halda. Görsən, burada budursa, bu səhvdir. Belə-belə tapıb çıxmaq olar. Eləmək olur. Amma simmetriyaya baxsan daha yaxşı olar. Bu rahatdır. Bunu pozanı çəkib tapacaqsın. Lap pozanı çəkə bilməsən, ən pis halda belə nə edə bilərsən? Bax, mən bunu sola aşırda bilərəm də, düzdür mü? Və bunu sola aşırdanda nə olur? Bu gəlib bura birləşir də. Bax, bu dalğalar olur burada bu cürlə, bu formada. Hə, indi bax, deməli bu ziqzaqlar bir-birinə olmalıdır. Yəni qonşu olmalıdır. Bax, məsələn, görsən, bax, bu səhvdir. Görsən, bunun üstündə olmalıdır bu ziqzaqlar, bax, buradakı kimi. 2 səhvdir. Ondan sonra, məsələn, bu nöqtə var, ha, görürsünüz. Nöqtəni ən sağdakını bilirəm, amma ən sola götürüb aşırda olduğu kimi götürə bilərəm. Bu ümumiyyətlə səhvdir. Bilirsiniz niyə? Bax, bu fiqur belə olanda bunun yuxarısında bu fiqur olmalıydı. Bax, nöqtənin aləm qatılır. Bu belə olanda nöqtə burada olmalıdır. Bax, nöqtə. Burada aləm qatılırlar bir-birinə. 4 də səhvdir. Ondan sonra, bax, dedik axı, bax, bunlar yaxın olmalıydı. Burada da aralı verirlər. Cavab bir dənə 1 ilə 5 qalır. Pozanı da çəkib könül rahatlığı ilə tapmış ola bilərsin. Pozanla da eləmək olar, uzaq başı belə eləyərsin. Müəllim, əgər pozanla eləməsə, bunları həmişə sol tərəfə döndərmək lazımdır. Yəni bir Sol yox, dənə. bunu sən sola da aşırda bilərsən, sağa da aşırda bilərsən, bunu yuxarı da qaldıra bilərsən, aşağı da sala bilərsən. Elə olanda ehtimal biraz çoxalır. Aydın. Gördün, ən misalda heç cürün eləyə bilmirsən, gətir ruskanı bək bas, bunu cır çıxart buradan. Bax, mən indi bək basıram ruskanı, görürsünüz, bax, birazdan kağız cırılıb, kəsilib çıxaracaq buradan. Bunu belə-belə elə, kəs çıxart bunu, sonra al əlində bükünə. Bükünə bir-bir variantlara bax. Uzaq baş eləyir. O da alınmazsa qabağındakı adamdan bax köçür da məcbur. Mən qaqa bu sualı nə yazmışsın? Mən kömək elədim, yazamıyorum. Yəni şərait olur ki, orada keçirməyə. Zarafat deyil. Olanda olur. Amma bir şey var, ha, bu onu cırıb çıxardanda birinci testin o birisi üzündəki sualı işləyir. İndi birdən onu cırıb çıxardarsan, qayıdıb görərsən ki, şeydir. Nədir onun adı? Situasiyanı cırıb tullamısan. 3 balın da belə getdi. Mən dövlət qulluğunda mı eləyə bilərik də bizə vərəq verirlər. Ağıllı metoddur. Eləmək olar, bəli. Çünki elə taxtanın üstündə yazırıq, elə vərəq özündən cırıb gedirdi. Uzaq başı qabağında oturan qaqaşa deyirsən ki, bir dənə arxaya gəl, onun üzünə bir tərəfinə, kubun bir üzünü yazırsan, başın yuxarısına bir üzünü, arkasına bir üzünü və s. Nəfəs almağa qoyurlar ki. Barmaqla müəllim elə bir şey fikirləşdim, barmağa yazmaq olar. Barmaq qaydası da var da, bəli. Mən demişəm onu sizə, barmağın üzərinə çəkib eləyirsən. O da alınmazsa da imtahana getməməli. Bu qədər üsul var. Onu da tapamırsan, konsert. Bu sualların ən gözəl yolu
Nədir? Bax, 4 yerə bölüb proba cavabı tapırsan. Və 4-ün 4-ə belə bir şəkil gördün. Bunu bölürsən 4 yerə, qardaş. Bax, fikir ver. Bunu ilə bu nədir? Copy paste'dir də, düzdürmü? Bu elə olduğu kimi budur da. Bu birisi ilə də bu birisi eyni olur. Diagonal boyunca. Heç nə. Olur belə. Bax, indi bizdə bu sual işarəsi, bilirəm ki, bax bu fiqurdur. Bax, solda bu fiqur olmalıdır, proba cavab B bəndi qalmalıdır. Bu birisi sual işarəsi, bu qara fiqurdur. Bu birisi sual da, bu dairəli fiqurdur falan. Olur belə. Buradakı sözlər. B bəndi skripka, D bəndi qarmon, gitara, C nədir bəs? Ağa, sən bilərsən bu sualı. Fleytadır mən, fleyta. Ay, sağ ol, fleyta, bəli. C bəndi fleytadır. Fleytadır, A bəndi isə olur musiqi. Musiqi fərqlidir. Bəli. Fleyta. Baxın, belə bir şeydir. Bax, səsi də var burada. Gördünüz. Səyin məşğulluqdan verilmiş versiyası. 83-cü sual. Çox rahat sualdır, çox möhtəşəm sualdır. Nə edirəm? Bax, Ariflə Bilal 86 deyil, yazıram buradan ki, Arif üstəgəl Bilal bərabərdir 86. Bilal'la Kərim 73'dür. Bilal üstəgəl Kərim olur 73. Ariflə Kərim də 15'dir. Arif üstəgəl Kərim olur 15. Bunu yazdın qardaş. Bundan sonra nə edirsən? Bundan sonra. Bundan sonra gəl tərəf-tərəfə toplayaq. Olur 2 dənə A, 2 dənə B, 2 dənə də K. Toplayanda bunları olur 159, o da 15, 174. Bunu hər tərəfini 2'yə bölürsən, olur A üstəgəl B üstəgəl K bərabərdir 87. Bizdən Arifi istəmir. Bu üstəgəl K neçədir? 13 deyil. Bunların yerinə 13 yazan, 13 yox, 73. 73 yazanda 73'ün üstünə nə gəlsən 87 edər, 14. Cavab olur A bəndi. Çox rahat sualdır. Uzaqbaşı variantları yerinə qoya bilərsin. Ondan sonra 39-cu suala baxırıq. Bu da rahat sualdır, təkrar sualdır. İşləmişik bu sualı biz bir dəfə. 12'ni bölürsən Y-yə. Y 12'yə bölünən ədəd olmalıdır və 4'dən böyük olmalıdır. B-nin üstünə 4 gələndə Y alınır axı. 12'yə bölünən ədəd 4'dən böyük nə var? 6. 12'ni 6'ya bölürəm alınır 2. B üstəgəl 4, 6 ise B'miz deməli 2'dir. 8'dən nə çıxsam 2 eləyər, 6. C üstəgəl 4, 6 ise C 2'dir. A-nı 2'yə vuranda 12 ise A da 6'dır. Hər şey tutur. Və şərtlədir ki, müxtəlif hərflər eyni ədədlərə uyğun gələ bilər. Olur belə. Və gəlirik situasiyalara, konsert suallara. İndi, heç nə. Gelin link atım, oradan situasiyaların davamına bak. Situasiyalara. İndi sual verim. Burada nəyi yazıb başlayırıq? 4 adam, 4 fərqli mərtəbədən, 4 fərqli sahəli, 4 fərqli illə, 3 fərqli qiymətə şey alıblar. Nədir onlar? Ev alıblar. Ay sağ ol.
Çünki biz bilirik ki, pul varsa pulu yazırıq, sahə varsa sahəni yazırıq. Baxarsan ki, bu sualda sahə də var, pul da var. Amma pul azdır da bu sualda. 3 dənə puldur. 4 adama 3 dənə pul verirsə, deməli, hansısa bir pul təkrar olacaq. Ona görə də bu sualda yazırsan sahəni. Çox güzel. Deməli, getdik. Buranı ağardırıq. Ağartdıq. İndi biz nə edirik? Bax, yazıram sahələrini. 50, 60, 70, bir də 80. Bunu yazdıq. İndi bunu bölürəm. Əsas nəyisə yazıb başlamağımdır. Qalanı zaten səndən asılı olan bir şeydir. Random, nə tər istəyirsən yaz. Mən məsələn bura yazıram adamların adlarını. Yuxarı yazıram mərtəbələri. Ondan sonra qaldı illə pul. Bura yazıram illəri. Burada yazıram pulları. Bitdi getdi. İndi bizə nə deyir? Deyir ki, sahəsi 60 kvadrat metr olmayan, bunu qıraqdan qeyd edirəm ki, bax, 60 kvadrat metr olmayan, deməli, 60 metr kvadrat olmayan, 3-cü mərtəbədə yerləşən, yazıram ki, 3-cü mərtəbə, 6000 manat ödəniş olunub, 6000 yazıram və 4 illik kreditlə alınıb. Bura yazıram 4 il. Bunu yazdım. Bundan sonra Vasifin 2 illik kreditlə aldığı mənzil üçün bura qeyd edirəm ki, bax, bunu hələ ki cədvələ tam yığa bilmirəm də, sahəni tam bilmədiyimə görə. Vasifin 2 illik kreditlə aldığı mənzil üçün bura yazıram ki, Vasifin, yəni bura yazıram Vasif. Hansı Vasif? 2 illik kreditlə almaq. Vasifin 2 illik kreditlə aldığı mənzil üçün ilkin ödədiyi məbləğdən daha az ödəyən Əhməd və Vasifdən daha az kim pul ödəyir? Əhməd. Bax, Vasifdən daha az, bunu belə eləmiş qarışmasın. Vasifin 2 illik kreditlə aldığı mənzil üçün ilkin olaraq ödədiyi məbləğdən daha az ödəyən Əhməd 4-cü mərtəbədə 70-lik mənzil alıb. Və deməli 70-dəki mənzili, 70 kvadrat metr mənzili Əhməd alıb. 4-cü mərtəbə və yazdım. İndi bax, bu nəyin müqayisəsidir pulun? Məndə pullar 6000, 7000 və 8000-dir. Əhməd əgər Vasifdən az pul ödəyirsə, deməli Əhməd, bax, Əhməd az pul ödəyir, bax, Əhməd 8000 manat ola bilməz. Ən çox pul ola bilməz. Çünki Əhməddən çox ödəyən var da Vasif. Əhməd 8000 olsun, onda Vasif 9000 olsun. Bax, 8000-dən böyük yoxdur. Yəni Əhməd 8000 deyil. Yazıb xətt çəkirəm. Əhməd 8000 deyil. Vasif əgər Əhməddən çox ödəyirsə, Vasif də 6000 deyil. Bu birisi nədir? Az olan, ən az olan böyük pul deyil. Çox olan da balaca pul deyil. Deməli, Vasif də deməli nə deyil? Çox ödəyir, bax, 6000 deyil. Vasifə də bura 6000 yazıb. Xətt çəkirəm ki, Vasif 6000 deyil. İndi Vasifin mənzilindən yuxarı mərtəbədə. Bax, bu Vasifin mənzilidir. Bu Vasifin mənzilindən yuxarı mərtəbədə sahəsi ən az olan mənzil Hikmət alıb. Deməli, Vasifdən yuxarıda kim yaşayır? Hikmət. İndi Hikmət deyir, sahəsi ən az olan mənzil alıb. Ən az olan 50-dir, axı 50 deməli Hikmətdir. Amma onu 3 illik kreditdən götürməyib. İlinə 3 yazıb xətt çəkirəm. 3 illik deyil. Bundan sonra bax, mən bilirəm ki, Hikmət əgər Vasifdən yuxarı mərtəbədə yerləşirsə, mərtəbələr də bizə 3, 4, 5, 6-dır axı. Hikmət yuxarı mərtəbədə yerləşirsə, deməli 3-cü mərtəbə ola bilməz Hikmət. Niyə görə? Çünki Hikmətdən aşağıda Vasif olmalıdır axı. 3-dən aşağı heç kim yoxdur.
Həmçinin vasif aşağıda yerləşirsə, onda vasif neçənci mərtəbə ola bilməz? Kim deyər? 6. Bəli. Vasif aşağıda yerləşir axı. Ən böyük mərtəbə 6-dırsa, vasif aşağıdasa, vasifdən yuxarıda kimsə olmalıdır. Vasif deməli ən hündür mərtəbə ola bilməz. Normalda vasif 6 olsa ya bu 7 zad olsun. Mən bilirəm ki, vasif 6-cı mərtəbə deyil. 6 mərtəbə yazıb xətt çəkirəm. Bundan sonra bax nə edirəm. Aha. Nəsə şərtimiz qaldı bizim. Aha. Bax bu var ha. Bunu yığa bilirəm mən cədvələ. Necə yığıram? Bax bu hissəni. Bu hissəni rahatlıqla cədvələ yığırsan necə? Bu bilirəm ki, hə, 3-cü mərtəbə olmalıdır, düzdürmü? Bax bu yazılım parametri. Zaten bura deyil. Burada deyil. Çünki bura 3 deyil, axı bu isə 3 olmalıdır. Və bu 60 da deyil. 60 da bu yazdığımız bura getməz 60-a görə. Bura 3 deyil, axı 3-cü mərtəbə lazımdır. Burada getməz, burada getməz. Onda bu yazdıqlarımız, bax bu yazdığımız aktivli şərt gedir bax bu hissəyə. Yəni 3-cü mərtəbə 6000 pul və 4 illik. Bundan sonra özü sualın yoxlasın. Bəli. Hər mənzilə uyğun deyil yoxsa? 4 Nəyə? dənə verilib, illik kredit müddətləri. Aha. 4 dənə verilib, hərəsinə bir dənə uyğun gəlmir. Hə, elə olur dostlar. Bəs onda müəllim Əhməd ildə o 4 yazdıq, ona uyğun gəlir də. Yox, o mərtəbə deyək. O mərtəbədir, mərtəbədir. Bax, biz bunu necə tapdıq? Mən deyim. Bilirəm ki, bax bu 60 deyil. 60 olmayanda bu buralara getməz. Bu 3-cü mərtəbə olmalıdır. Bax burada deyil. Çünki bu 4-cü mərtəbədir. Burada deyil. Çünki 3 deyil axı bizə 3 lazım idi. Deməli bu onda ancaq bura qalır. Deməli 3-cü mərtəbə 4 illik və 6000 ödəniş. 6000. İndi Vasif bilirəm axı 2 ildir. Vasifi bura yazan mənəm də, çünki bura 4 il qaldı. Deməli, Vasif bura deyilsə, onda Vasif olur bura. Burada qalır adamlardan Sabir. İndi Vasif bilirəm axı 2 ildir. Vasif 6-cı mərtəbə deyil. 6-cı mərtəbə deyilsə Vasif, onda 6-cı mərtəbə avtomatik bura olacaq. Mərtəbələrdən 3, 4, 6 var, 5 yoxdur. Və Vasif də bilirəm 6000 deyil. Vasifə də burada 6000 yazıb. Xətt çəkirəm ki, Vasif 6000 deyil. Bir dənə nə qaldı? Çox bitdi. Bura 3 deyilsə, bura 3-dür. İllərdən 2, 3, 4 var, bir dənə 1 çatışmır. Bitdi, getdi. Sən bir dənə bu sualda problem nədir? Bilirsən ki, Sabir 6000 ödəniş ödəyib, Əhməd 8000 deyil, Vasif 6000 deyil. Hikməti də bilmirsən. Çox. Və bunu qurandan sonra artıq sənin 3 balın var. Keçirəm suallara. Deyir ki, mənzillərdən ikisi 8000 manat ödəyiblərsə, hansıları ola bilər 8000? 8000 ola bilər, bunlarla bunlar. Düzdürmü? Çünki bura 6000 nağd tapılıb, burada 8000 deyil. İndi bunlar neçə illik kreditdir? 1 və 2 illik. Cavab olur B bəndi. Bu getdi. 41-ci sual. Burada hansı səhvdir aşağıdakılardan? Əhməd mənzili 4 illik kreditlə alıb. Yox, 3 illik alıb. Əhməd 3 illik kreditlə alıb. Nağd elə C bəndi səhv. 42-də də ki, neçəsi mütləq səhvdir. Bax, deyir ki, 60 kvadrat metr ödənilən 2 məbləğ. 60 üçün ödənilən məbləğ ya 7000-dir, ya 8000-dir. 80 üçün. 80 üçün ödənilən məbləğ 6000-dir. Bu çoxdur da. Deyir ki, bunun üçün ödənilən məbləğ, bunun üçün ödənilən məbləğdən çoxdur. Bu 6000-dir, bu isə 6000 deyil. Deməli, bu doğrudur. Bizə səhvlər lazımdır. Məzun olan bu şəxslərin ikisi Sabirdən az ödəyiblər. Sabirdən az ödəyən yoxdur. Səhvdir bu. Getdi. Mütləq səhvdir, elə biri bu. Məzun olan bu şəxslərin yalnız biri 8000 manat ödəyib. Bəlkə bunların ikisi 8000 ödəyib, bilmirəm axı. Pulları dəqiq tapmamısan. Ola da bilər, olmaya da bilər. Bunu ümumiyyətlə götürmüşəm, baxmırsan buna. Əhməd 7000 ödəniş edib. Əhməd 7000 ödəniş edibsə, Əhməd 8000 deyil, bəlkə ya 7000, ya 6000, bu da dəqiq deyil. Bir nə 3 illik alınan mənzillər, yəni söhbət bu mənzillərdən gedir. Ödədiyi məbləğlər eyni olub.
Bu 8000 deyil, bəlkə bu 8000'dir. Ola da bilər, olmaya da bilər də, bu dəqiq tapmışlar məbləğləri. Olur yalnız biri mütləq səhvdir. Düzdür, uzun sualdır, vaxt aparan sualdır, amma 3 bal verir. Ümumiyyətlə imtahanlarda situasiyaları sona saxlamaq lazımdır. Yəni bu sualı 15-20 dəqiqə vaxt eləməkdənsə eləməmək daha yaxşı. Növbəti sual. Bu sual təkrar sualdır bu arada. Bu sualı biz bir dəfə işləmişik sizinlə. Burada əsas nəyə fikir verməlisən? Bax, AB-ni D-yə vuranda alıblar 72. N-ni vuranda 72 eləyir. Bax yazıram. Belə bir cədvəl vururam. A, B, D, burada yazıram C. Bunu yazdım. Bundan sonra nə edirəm? Bax, AB-ni D-yə vuranda 72 alınırsa, götürüb nə edirəm? Qiymətləri yazıram. N-ni vuranda 72 eləyər. Nağd olaraq 72-ni 1-ə vursan, 36-nı 2-yə vursan, 24-ü 3-ə vursan, 18-i 4-ə vursam 12-ni aldım. O bilirlər niyə yazmam, səbəbini deyəcəm. Başqa ehtimallar da var. Mesela 18 vur 4 də ola bilər. Cəlab yazın. 18-i 4-ə vursam, bir 12-ni 6-ya vursam. Ehtimallar var bunlar. İndi bir də bilirəm axı AB-ni C-yə vuranda bax bura eləməlidir. Burada ancaq 200 neçədir. Bilirsiniz niyə? Aşağı 2 düşdüyünə görə bura 200 neçə olmalı. Çünki buradan heç nə yadda qala bilmir. Tək rəqəmdir axı. Bu 9 belə olsa bura 192 edir maksimum. Buradan yadda heç nə qalmır. Yəni bura ancaq 200 neçə olmalıdır. AB-ni C-yə vuranda 200 neçə eləməlidir. 72-yi nəyə vursam 200 neçə eləyər? 72-ni ya 3-ə ya da 4-ə vursam 200 neçə eləyər? 36-nı vursam 200 neçə eləyər? 6, 7, 8-ə prosta 6 zanitdir də. Ya 7-dir ya da 8-dir. 24-nü vursam 200 neçə eləyər? Ancaq 9-a. Hə, yaxşı, bəs 18-ni vursam 200 neçə eləyər? Uca 18-i maksimum 9-a belə vursan 200 neçə eləmir. Ona görə bu 18 ilə zat alınmır. Yəni onlara görə silirsən. Bitdi. 3 balın var. Bax, uzaqbaşı bu sual sonuncu şam yeməyində var. Uzaqbaşı bu sualı gördün, sxemi əzbər bilməlisən uzaqbaşı. Əgər belə qurmağın çətin olacaqsın. Bitdi. Keçirsən buna. Nə deyir? Maksimum CD ilə minimum CD-nin fərqi. Maksimum CD neçədir? 93. Minimum CD neçədir? 31. 93-dən 31 çıxırsan, alınır neçəsə 62. İndi növbəti sual. C3 olarsa A ilə B neçədir? C3 olarsa A ilə B olur 9. Bitdi. Və sonuncu sual. Aşağıdakılardan neçəsi mütləq doğrudur? C tək rəqəm ola da bilər, olmaya da bilər. B 5-dən kiçik ola da bilər, olmaya da bilər. Maksimum AB 36-dır. Yox, 72-dir. Mütləq səhvdir bu. A B-dən kiçik ola da bilər, olmaya da bilər. D 3-dən kiçik bərabərdir. Bəli, bu mütləq doğrudur. Cavab olur 1. Bitdi. Növbəti sual tərs operatordur. Tərs operatorları bilirəm, bir çox tələbələr unudub artıq. Mən bunu ayrıca izahını sizin üçün yenə də göndərəcəm. Kimdə yaddan çıxsa baxsın. Nə edirik? Bax, birinci A-nı yenə 3, B-ni yenə 2 qoyursan, yazıram. 3, operator 2, bərabərdir. 3 üstə gəl, 2 üstə gəl 1, eləyir 6. Çıxılsın 2, BA, yəni 2 operator 3. Bunu yazdıq. Şimdi mən 2 operator 3-ü tapmalıyam da. Bu dəfə A-mız 2-dir, B-miz 3-dür. A-mız 2-dir, B-miz 3-dür. Yəni bir dəfə yazıram, bunu tezdən köçürdürəm. 2 operator 3 bərabərdir. Yenə 2 üstə gəl, 3 üstə gəl 1, eləyir 6. Çıxılsın 2. BA, yəni 3 operator 2. Bundan sonra nə edirsən? Bax, səndən 3 operator 2-ni istəmir qardaş. Bunun yerinə götür bir x yaz.
X, Y-la. Buna bir X deyirəm. Bax, bunlara X deyirəm. Digərlərinə bir Y deyirəm. Alınır birinci tənlikdə nə? Birinci tənlikdə alınır X bərabərdir 6 çıxılsın 2Y. İkinci tənlikdə Y bərabərdir 6 çıxılsın 2X. Və buradan birinci tənliyi yazırsan həmişə X bərabərdir 6 çıxılsın 2Y deyil 2. Y-in yerinə nə yazırsan? 6 çıxılsın 2X. Bu tənliyi vurub asırsan, X bərabərdir 6 çıxılsın 12 üstə gəlsin 4X. Mənfi 3X bərabərdir mənfi 6, X də olur 2. Bitdi. Tərs operatordur bu. Olur belə. Mən qrupa göndərəcəm. 47. Çox qəşəng sualdır. Aslında asan sualdır. Burası bunu çox adam yaza bilmir. Bilmirəm niyə. 150 konfet tələbələrə elə paylanılır ki, hərəsinə 2-3-6 sual. Sual nə deyir? 2-3-6 konfet. Və uyğun olaraq deyir axı. Deməli, K-nın hərəsinə 2 konfet, L-in hərəsinə 3 konfet, M-in də hərəsinə 6 dənə konfet düşür. İndi mən nə edirəm? Bax, hansı mütləq səhvdir? Deyir, K komandasında 20 tələbə var. Bax, əgər K-da 20 dənə tələbə varsa, 20 tələbəni arasında 2 konfet düşəndə edir 40 dənə konfet. 150 konfetin 40-ını bunlar götürsə, qalır yerdə 110. 110 3-ə və 6-ya bölünmür axı. Deməli, bu yanlışdır. Deməli, 20 tələbə ola bilməz. Bir yanlışdır. Yoxlayıram 2-ni. Elde 32 tələbə var. 32 dənə tələbə olsa, vuranda 32-nin 3 olur 96 konfet. Yerdə qalır 54. 150-dən 96-ını çıxırsan da elə bil. Yerdə qalır 54. 54 dənə konfet 2-yə və 6-ya bölünür. 54 2-yə və 6-ya bölünürmü? Bölünür. Deməli, bu ola bilər. Bu qalsın. M komandasında 20 tələbə olsa, olur 120 konfet. 150-dən 120-ni çıxıram 30. 30 3-ə və 2-yə bölünür əlbəttə. Bəli. Bu da ola bilər. K-da 27 tələbə var. K-da 27 tələbə olanda olur 54 konfet. 150-dən 54-ü çıxırsan olur 96. 96 3-ə və 6-ya bölünür. Bu da bölünür. 5-də isə 5 yanlışdır. Elde 19 tələbə var. 19 tələbə olanda bu edir 57 konfet. 150-dən 57-nin çıxanda 93. 93 2-yə və 6-ya bölünür. Bölünmür. Ona görə səhv. Cavab olur 1-lə 5. Bir-bir bunu yoxlamalısın. 48-ci sual futbolla bağlı bir sualdır. Nədir bunun məsələsi? Bax, deyir ki, belə suallarda həmişə bir ən yaxşı üsul budur. Bax, oyun, qələbə sayı, bərabərlik, məğlubiyyət, bir də xal. Mənə nə deyir? Deyir ki, qələbə bilirəm də 3 xal verir, bərabərlik də 1 xal verir. Bax, qələbəmiz bizə 3 xal verir, bərabərliyimiz 1 xal verir. Verirsə, aha, məğlubiyyətə görə xal verir. Futbol çempionatının qalibi keçirdiyi 34 oyundan sonra 74 xal toplayan A oldu. Deməli, 34 oyundan sonra 74 xal topladı. Deməli, 34 dənə oyun oynayıb və 74 xal toplayıb. 74 xal toplayıb. İndi. A komandasının bərabərliklə nəticələnən oyunların sayı, yəni bunlar. Məğlubiyyətlə nəticələnən oyunların sayından 2 dəfə çox olduğunu bilərək. Deməli, bu məğlubiyyətdən 2 dəfə çoxdur. Bax, bərabərlik məğlubiyyətdən 2 dəfə çoxdur. Bu x-dirsə, bu olur 2x sayları. İndi nə deyir? Oyunda neçə qələbə qazandığını tapın. Bax, adamın 74 xalı varsa əgər, neyniyərəm? 74-ü 3-ə bölsəm, eləyir. Adamın heç vaxt 25 qələbəsi ola bilməz. Bilirsiniz niyə? 25 qələbəsi olsa adamın, məsələn ki, bura O'ya 3 yazmışam, O'ya 3 yox, qələbəyə 3 yazmalıyam. Hə, qələbə 3 xal verir də çünki. Bərabərlik də 1 xal verir. Adamın 25 qələbəsi olsa olur 75 xalı. Çox olur axı. Adamın 25 qələbəsi ola bilməz.
Bu dəfə yoxlayıram 24 qələbəni. 24 qələbəsi olsa olur 72 xalı. Neçə xalı çatmır? 2. 2 xalı da hardan qazansın? Bərabərlikdən. Elədi cəmi 26 dənə oyun. Axı 34 oyun oynayıb bu. 34-dən 26-sını oynayıbsa, yerdə çatışmır 8 dənə oyun. Bura qalır avtomatik 8 məğlubiyyət. Axı bu x2 şərtini ödəmədi. Bərabərlik məğlubiyyətdən 2 dəfə çox olmalıdır və bu da ola bilməz. Bu dəfə yoxlayıram 23 qələbə. 23 qələbə olur 69 xal, 5 xal çatışmır. 5 dənə də bərabərlik olsun. Elədi cəmi 28 oyun, yerdə çatışmır 6 oyun. Hə, yaxşı, bəs bu şərt ödəmədi axı yenə. Deməli, yenə səhvdir. Bu dəfə 22-ni yoxlasan, 22 qələbə eləyir bizdə 66 xal. 66 xal eləyir. 74-ə çatmaq üçün bizə lazımdır 8 xal. 8 bərabərlik. Toplayanda olur 30 oyun. Neçə oyun çatışmır? 4. 34, 30 oyun var, 34 olmalı. 4 oyun. Bax, həqiqətən bu şərt ödədi də bizdə. 8 qələbə bərabərlik, 1 məğlubiyyət. Hər şey tutdu. Cavab olur 22 dənə qələbə. Bir-bir yoxlamalısın. Bu, təbii ki, futbola baxanlar bunu daha yaxşı başa düşə bilir. Necə deyərlər? Sadəcə biraz elə də çətin deyil. 49. Bu asan sualdır. 1-dən 9-a can rəqəmləri yazmalısan. Promo yazıram, geçsin. Bax, buradan başlayıram. Bunlar daha çoxdur axı. Bunlara 1 yazırsan, minimum. Çoxdur axı. Bura yazaram 2. Bunları toplayanda nə olur? 4. 4-dən ağır minimum nə var? 4-dən ağır minimum 5. İndi olur 5. İndi bax bu 5 isə gətirib burada 5 yazıram. Bura minimum nə yazaram? 1 var, 2 var. Bura minimum 3 yazaram da. 5 nə üçün cəmi 8. 8-dən ağır ancaq 9 ola bilər. Hə, yaxşı. Keçirəm bura. Bax, bu şərti ödəyən ancaq nə qalıb? 4, 4 nə? 8. İndi heç nə də bura 1-dir. Əlində bir dənə baxıram 6 ilə 7 çatışmır. Bura 7-dir, bura 6-dır. Heç nə. Yeni qoyub tapıb yazacaqsın. Bu çox sadə bir sualdır. Yəni, ümumiyyətlə, bu cür tərəzilər imtahanda yazılsın suallar. Bunu yazmaq lazım. Və nəhayət ki, sonuncu sual. Bunu da mən belə bir ağac quracam. Ailə ağacı quracam. Nə deyir bizə? İşçilər hamısı qadındır. Yazıram qadınlar. 2 yerə bölünür. Ailəli və subay. Yəni evli olan və evli olmayan. Yalnız ailəli qadınların bəziləri müəllimdir. Ailəli qadınların bəziləri müəllimdir. Bunların içində müəllim olan var, müəllim olmayan var. Ailəli qadınların bəziləri ali təhsillidir. Ailəli qadınların bəziləri ali təhsillidir. Yəni burada təhsilli var, təhsilsiz var. Bunu da yazdım. Subay qadınların bəziləri ali təhsillidir. Yəni burada da təhsilli olan var, təhsilsiz olan var. Ana olanların hamısı müəllimdir, ali təhsillidir. Bax, bunlar hamısı analardır. Yəni, ana olanların hamısı müəllimdir. Sonuncu sualda edirəm. Ana olanların hamısı müəllimdir və ali təhsillidir. Bax, bütün müəllimlər, anaların hamısı müəllimdir. Nəsə də belə qurdu. Zaten bunu tapdı da yazmaq olar. Bax, doğru səhv. Subay olanların bəziləri ana. Görür, subay adam nətər ana olsun ki? Həm də ki, analar ancaq müəllimlər idi və evli tərəfdə idi. Subay olanların bəziləri anadır, səhvdir. Getdi bu səhvə. Ailəli olanların bəziləri anadır. Ailəli olanların bəziləri anadırsa, normalda düzdür. Ailəli olanlardan, evli olanlardan bəziləri analardır, düzdür. Bu da doğrudur. Bəzi müəllimlər anadır. Bəli, anaların hamısı müəllim idi axı. Bəzi müəllimlər anadır, doğrudur. Ali təhsillərin hamısı müəllimdir. Yox. Ali təhsillərin hamısı müəllimdir. Burada axı müəllimlər hamısı evli idi. Axı burada ali təhsilli subay olanlar da var, qızlar da var.
Bu səhvdir. Ali təhsil hamısı müəllim deyil, bir qismi müəllim. Səhvdir bu. De. Və anaların hamısı ailəlidir, təbii ki də, yəni analar hamısı ailəli olmalı. Olur 1, B, C, Y. Yəni bu sxemi qursan da olar. Təklif edirəm qur, amma qurmasan heç konsert çıxacaq. Biz bu sualı amma tapmaq olur. Olur belə.